paxıllıqdan qeybəti eləyir, sonra o insanın üzünə baxırsan, o qədər çirkin görünür ki. Deyir 100 min söhbət olar, 100 mində qeybət. Bir yerdə olanda üçü qızların. Ya təəssüf ki, kişilər arasında da çox qeybət olur. Bütün görüm dərdimiz nədir? Bir açıq deyir də, mən xoşum gəlmir də, yalanan o mıs-mıs deyənə qədər deyir, Mustafa deyir də. Sən bunu mənim canıma deyirsən, mənə deyirsən. Evdəki adamlardan çox bunlar qeybət qırırlar, valla. Elə bir söz var ki, onu mən nəinki oğluma, nəinki qızıma, nəinki tanışıma, hətta öz dilimlə, ürəyimlə belə pıçıldayıram. Salam mənim əzizlərim, Xanımlar Saatında xoş gördük hər birinizi. Xanımlar Saatını izləməklə dedikodudan, qeybətdən uzaq olan xanımlar, uzaq olun. Əziz xanımlar, əziz tamaşaçılar, axı görəsən niyə bu qızlar qeybət eləməyi belə çox sevir? Onlar bir yana, bir də görsən kişilər də böyük həvəslə bu qeybətə qoşulurlar. Neysə, beləliklə AİK şirkətinin baş sponsorluğu ilə Xanımlar Saatı başladı və mən qonaqlarımızı sizə təqdim eləyirəm. Saz söz sənətkarı Aşıq Ulduz. Ulduz xanım, xoş gəlmişsiniz, həmişə siz gələsiniz. Buyurun, əyləşin. Bəstəkar xanım, harada ürəyiniz istəyir Ulduz xanım, harada istəyirsiniz? Bəstəkar xanım Sədaqət Arif qızını dəvət eləyirəm. Sədaqət xanım, xoş gəlmişsiniz. Və Aşıq Namiq Fərhadoğlunu dəvət eləyirəm. Namiq bəy, xoş gəlmişsiniz Xanımlar Saatına. Əyləşin, zəhmət olmasa. Hər birinizi bir daha salamlayıram Xanımlar Saatında. Hər zaman siz gələsiniz. Artıq bildiyiniz kimi biz bugün dedikodudan, qeybətdən söhbət açmaq istəyirik. O mənim üçün çox maraqlıdır. Ümumiyyətlə insanlar görəsən niyə belə dedikodunu, qeybəti çox sevir? Sanki bunsuz mümkün deyil. Ha, Ulduz xanım, necə düşünürsünüz? Həyatım boyu dedikodudan qaçmışam, heç aram yoxdur. Bir sözü 2 dəfə deməyə də həvəsim, hövsələm yoxdur. Mən bu işlərdən tamam uzağam əzizim. Amma hər gün, hər an, hər dəqiqə bu qeybətlə, bu söhbətlə rastlaşırıq. Əvvəllər bu qeybət, söhbət olurdu şifahi formada. İndi yazılı formada lap inkişaf eləyir. O necə olur Ulduz xanım? Səhərə kimi yazırlar, ha? Bəli, bəli, yazırlar. Bu söhbət bitmir. WhatsAppda, Instagramda, bəli. Amma deyirlər ki, əziz xanımlar, deyirlər ki, bir neçə qadın bir yerə toplaşanda artıq orada söhbətsiz mümkün deyil. Bu da var axı, hə, Sədaqət xanım? Deyir 100 min söhbət olar, 100 mində qeybət. Bir yerdə olanda üçü qızların. Ay, sağ ol. Mən də elə bundan danışıram da. Sədaqət xanım, siz necə düşünürsünüz? Bilirsiniz, hamı deyir ki, mən qeybət eləmirəm, xoşlamıram. Ancaq mən belə görürəm ki, az da olsa hamıda bu qeybət var. Söhbət gətirir, qeybətə çıxardır da. Yəni, kimisə haqqında əgər danışırsansa, əstəğfurullah, yəni pis demirəm. Hər halda da buradan getdi, oradan getdi, bunu geydi, onu geydi. Bu artıq özü də bir qeybətdir. Qadınlar arasında da ki, çox yani, təəssüf ki, kişilər arasında da çox qeybət olur. Biz də elə Namiq bəyi ona görə dəvət eləmişik, onun da fikrini öyrənəcəyik kişilərin adına. O biraz təəccüblüdür, yəni kişilər gərək qeybət eləməsin. Ancaq qeybət olub olacaq da. Ancaq bir də bilirsiniz necədir? Bir var ki, bir oxşar bir şeyi danışırlar, yəni olan şey, ya onu oxşayar. Bir də görürsünüz, elə bir şeylər uydurub danışırlar ki, adam mətəl qalır ki, doğrudan bu mənə aiddir. Elə bir söhbətlər olur ki, uydurma qeybətlər də belə uydururlar, sonra qeybət halında danışırlar. Çox təəssüf ki, elə də olur. Çox təəssüf ki, yaxşı hal deyil. 1 saat, 2 saat danışırlar, sonra adını da qoyurlar ki, söhbət eləyirik, sadəcə söhbət eləyirik. Namiq bəy, siz necə düşünürsünüz? Kişilər də qeybəti sevirmi ümumiyyətlə? Əvvəlcə tamaşaçılar salamlayıram. Verişiniz xeyirli uğurlu olsun. Kişilər qeybət edir ümumiyyətlə, Namiq bəy? Kişilər, valla kişilər, bəzi kişilər var, dırnaqarası kişilər də, onlar xanımlardan da çox qeybət edirlər. Belə tanıdığınız insanlar var? O qədər var ki, Tembolov şou biznes, şou əhlində daha çoxdur da. Amma siz qeybət eləmirsiniz?
Valla mən qeybət eləmirəm deyəndə mən kimləsə xoşum gəlmən də nəsə bir söz olanda onun üzünə deyirəm həmişə hər bir zaman. Ki yəni bu belədir də. Dalınca danışmaq heç vaxt sevmirəm mən. Ona görə də birdən bəzi halda deyirlər ki, Namiq bəs sən niyə belə birdən bəzi hallarda qalmaqallardan, bəzi söz-söhbətdə adam hallanır. Mən xoşum gəlmir kimisə dalınca danışmaqdan. Belə ona görə də qalmaqallara çox düşürsünüz. Sözü bir dəfə üzə deyirsiniz. Rəhmətli şair Sücayətin bir şeir var. Deyir ki, Ündüldüz xanım ustaddır, bağışlasın ustadın yanında biraz danışmaq bir balaca. Deyir, incəlik bərbəcək qadın üçündür. İş və qəmza nas kişiyə yaraşmaz. Yaltaqlanıb ayaqlara sürünmək əqidəsi düz kişiyə yaraşmaz. Ariflər əyləşib bu sağ bu da sol, xoşuna gəlmirsənsə o sən, o da yol. Hər kim olursansa ol birindən ol, 99 üç kişiyə yaraşmaz. Şeir çoxdur. Deyir, axır Sücayəti gətirdin dilə, qəlbindən keçəni açıq del hələ. Çox sözü üzünə çəkmirəm hələ. İki başlı söz kişiyə yaraşmaz. İndi təbii ki, bəzi kişilər də var, elə xanımlardan da betərli qeybət verirlər. Amma mən istər xanım olsun, üzərində tumağı çəkməyi də sevirlər. İstər xanım olsun, istər bəy olsun, ondan xoşum gəlmirsə onun sözü üzünə deyirəm hər bir zaman. Yəni Allah rəhmət eləsin. Nüsrət Kəsəməlinin bir şeyi var. Deyir, saxta məhəbbətin saxta sənətdir, nə vaxtsa üstündə tutulacaqdır. İndi o saxtalıq çox çəkmir. 2 günün içində, 3 günün içində o qədər hər şey agah olur. Bax belə. Əslində sözü düz üzünə demək, mən onu qeybət saymıram. Əgər bu insanın insanlığı varsa, yəni qeybətdən bu mənasız söz-söhbətdən uzaqdırsa, o sözünü üzə deyir və salam. Mən bunu qeybət saymıram. Qeybət odur ki, kiminsə arxasınca danışasan. Yerli yersiz qeybəti sevmirəm. Qətiyyən uşaqlıqdan mən heç qızlarla da evcik qurub oynamırdım, eləcə oğlanlarla oynayırdım. Niyə ki, qızlarda söz-söhbət çox olur, amma oğlanlar biraz çox fərqlidir axı. Yəni söz-söhbətdən, dedikodudan, yalandan, bax belə sözlərdən mən həyatım boyu uzaq olmuşam, bugün də uzaqam. Amma Ulduz xanım, nə qədər uzaq olmaq istəsək də, xüsusilə bu sənət insanları arasında olur, mümkün deyil. Qeybət olur, söz-söhbətlər, bir də görürsünüz, şər, böhtan, elə sözlər yazırlar ki. Amma mən uzaqlaşıram, baxıram, görürəm, mənasızdır. Bax, bu qeybəti, bu söhbəti, mənasız sözləri danışınca, get götür bir kitab oxu, get götür bir həqiqət danış, bir uşaqlarla məşğul ol. Bilsən, bu qeybət, söhbət mənasız, yersiz vaxt aparan bir şeydir. Siz uzaqlaşırsınız, amma o söz-söhbət də, qeybət də sizdən uzaqlaşırmı? Çox vaxt uzaqlaşmır, amma mən fikir vermirəm. Fikir vermirsiniz, Sədaqət xanım. Bir də görürsünüz ki, ben telefon zənglərinə çox cavab vermirəm bu ev telefonuna. Nəyə görə? Çünki yəni tanış çoxdur, rəfiqələrim çoxdur. Zəng elirlər, elə bir şeylər danışırlar ki, nə mən o adamı tanımıram, nə o məni maraqlandırmır da. Bax, bir saat deyirlər, bu belə oldu, elə oldu. Mən ona görə heç uzaqlaşıram da. Deyirəm, mən yaxşısı budur ki, heç bu telefona cavab verməyim, yorulacağım. Əgər mənim əsəbləşirəm, mən sonra deyirəm, mən heç o adamı tanımıram. Yəni mənim üçün maraqlıdır. Bu elə deyir. Ya da ki, dalıca danışır, indi ya qarğış eləyir, ya əstəğfurullah, nə bilim, söyür, nə danışır, dalıca danışır. Deyirəm ki, o adam eşitmir axı onu. Sən bunu mənim canıma deyirsən, mənə deyirsən, mən də onu nə çatdırmayacağım, nə bir şey. Demə də bunu. Çox, adamın doğrudan çox xoş olmayan bir haldır. Mənfiyə yüklüyürlər sanki insanlar. Pis şeydir. Olmasa daha yaxşıdır. Bir də deyirlər ki, buyurun. Ancaq neyək ki var da bu, qeybət var da. Təəssüf ki var, neynəmək olar? 3 adam oturur, biri birinci getdirsə, mütləq o ikisi onun dalınca nəsə. Ay, sağ ol. Elə mən onu demək Allahımız haqqı. Ona görə qorxur adam durmağa. Bir yerdə deyirsə ki, mən gedən kimi bu dəqiqə dalınca. Sədaqət xanım düz vurğulur. Bax, indi incə sənət aləmi olsun və yaxud da başqa bir sahən adam birdən oturur kimsə və hansısa bir dosta, bir tanışa zəng gəlir. Bu durdu, sıx getir. Bu da birisən belə. Deyirəm, ki, bunu bax, burada yanındaydı. Axı bir süfrə arxasında çörək kəsirsən, niyə bunun dalınca danışsan? Bax, bu belə şeylər çox düz vurğuladınız. Amma deyirlər ki, gəlsə özünə də deyərəm, amma gələndə heç də demirlər axı. Üzünə deyəndə deyir, bunu niyə könlü, bilsək deyir, könlü bulandırılmış. Naviq, adını çəkməyəcəm. 3 nəfər idik, 3 aşıqda. Bir gözəl hündür səslə bir hava oxudu, bu da dedi, bəh. Bu oxuyan dedi, mən gedirəm, məclisim vardı. O çıxıb gedən kimi deyil, bu nə qışqırırdı.
Bayaqdan Görürsünüzmü? Yəni bu insanların çoxlarının psixologiyasında var bu. Güya mütləq belə olmalıdır. Yəni canımızda, qanımızdadır. Mümkün deyil, hə, bunsuz qeybətsiz. Bir də deyirlər ki, ən çox evdar xanımlar daha çox qeybət eləyirlər. Buna səbəb nədir? Ümumiyyətlə, qeybətin obyekti kimdir? Bəlkə bu bütün qeybətlər bekarçılıqdan baş verir. Necə düşünürsünüz Sədaqət xanım? Yəqin ki, bekarçılıqdan baş verir. Çünki işləyən adam, sonra məşğul olan, nə ilənsə bir məşğul olanda, məsələn, mən gün olur ki, mənim vaxtım çatmır, heç bir şey, heç evlatlarıma vaxtım çatmır ki, bir gedim onları görüm. Yəni, hamısı ailəlidir, başqa ayrı yaşayırlar da. Vaxt tapa bilmirəm. O, boş bekar yəqin adamdır, bilmir neynəsin, oturur danışır. İndi də təzə mod çıxıb, ya idmana gedirlər, idman adı ilə. Orada qeybət gedir, dayı bilirsiniz nə qədər. Və dəhşət idman eləyən yoxdur ki. İdman eləyirlər arıqlamağa. İdmana da yığışıblar qeybət eləməyə. Yemək gətirirlər özləri ilə, kim nə şirin şey var evində gətirir. Çay içirlər, nə bilim, başlayırlar qeybət. Görmüşəm, mən özüm də rastlaşmışam. Ən çox kimdən, nədən qeybət edirlər? Ən çox müğənnilərdən danışırlar. Məni görən kimi, şəxsən mən müğənni də öyrən bilirsiniz, bəstəkar. Mən hara gedirəmsə, tanıyır, o mənada deyirəm ki, hara getsəm, Sədaqət xanım, filan oxuyan, o belə söz deyirlər, bu düzdür. O qədər sual verirlər ki, inanın ki, mən deyirəm ki, siz eşitmişsiniz ki, mən onu onlarla işləyirəm, mən onu eşitməmişəm də. Bunlar üçün çox maraqlıdır. Bu show biznesdə olan, ya elə musiqiçi olan bir adamın həyatı, xüsusən də müğənnilərin çox maraqlıdır onun üçün. Qeybət də gedir, tanıdılar, tanımadılar, danışırlar. Heç olub ki, hiss eləmişsiniz ki, sizin haqqınızda danışırlar və gəlmişsiniz qeybətin üstünə çıxmışsınız. Elə olan zaman həmin adam neyniyib? Necə örtbasdır edib, bax bu qeybəti, dediqodunu? Belə hadisə olub mu həyatınızda? Erşənliklərdə birdən tələbəmlə gedən... Sədaqət xanım deyir, o qədər. Erşənliklərində gedirəm, bir də tələbəmlə birdən ifa edirəm, bir də baxıram ki, arxada ya nağara salan, ya nə bilim, sizcə salan, belə ağzını buna, birdən çönüb belə baxıram. Gelirlər. Dedim, ay kişi, burada da mənim gözüm var, görürəm, bir... Yəni buradayam. Yəni ümumiyyətcə bu şou əhlində də belə qeybət lap çoxdur. Hədsiz dərəcədə çoxdur bunlar. Şou biznesdə ümumiyyətcə mən deyərdim ki, bəlkə evdəki adamlardan çox bunlar qeybət qırırlar. Vallahi. Bunlar nə bilim filan kəs ən çox da üzr istəyirəm Ulduz xanım nəsə demək istəyirdi. Ən çox da irəli gedən bir adamın da. Yəni onu istəyirlər ki, hansısa formada sözün yaxşı mənasından deyim, yoxsa pis mənasından onu vursunlar. Uğur qazanan insan. Uğur qazanan adam ondan. Yəni ki, bu qısqanclıqdan irəli gəlir. Ola bilərmi Ulduz xanım? Əlbəttə, elə də ola bilər. Məmməd Aslan rəhmətliyin bir şeiri var. Deyir, mən ona bal verdim, o mənə zəhər. Neynəsin, yazığın olanı buymuş. Yəni, bu insanın varlığı, əqidəsi odur ki, işini, gücünü buraxıb, kiminsə haqqında qeybət qırır. Yenə də mən vurğuluyuram, mən yalana, qeybətə çox belə münasibətim tamam kəskindir, nifrət eləyirəm deyərdim, bax, ürəkdən deyirəm. Bəs bu qeybətlərin arasını necə kəsmək olar? Neynəsin xanımlar ki, qeybətdən bir qədər uzaq olsunlar? Əsas qeybət... Necə son qoymaq olar? Əsas qeybət eləyənlər, mənə elə gəlir ki, paxıl insanlardır, əsas paxıllardır. Nəsə indi əldə eləyə bilməyib bəlkə nəsə o ondan irəli gedib, bəlkə o daha çox sayılır. Onlar əlbəttə ki, qeybətə başlayacaqlar. Amma başqa cür də olur. Hər şey olan da. Bir də görürsünüz heç bir şey, yəni həyatda heç bir əldə eləməyən adam var ki, yazıq heç kəsdən də işi yoxdur. Belə də olur. Yəni istisna olur, belə də olur, elə də olur. Ancaq o paxıllıqdan qeybəti eləyir, sonra o insanın üzünə baxırsan, o qədər çirkin görünür ki o adam. Mən şəxsən tanıyıram. Elə çirkin görür, o içərdəki o xəbislik, paxıllıq çıxır, vurur onun üzünə. O gizlədə bilmir. Yazığım gəlir elə adama. Bir nəfər var idi, mən əvvəlki iş yerimdə işləyirdim, məktəbdə olaq işləyirdim. Deyirdi, onu görəndə mən dərman içirəm. Təzyiqim qalxır, məni görəndə. Özü ən yaxın rəfiqəm idi. Təsəvvür edin ki, o nə qədər əziyyət çəkirmiş görün. O əziyyət ki, onun həyatı heç nədir də, məhv olurdu. Paxıl adam içərdən çürüyür. Nə bilim, Allah yaradı da, bədbəxtçilidir. Ondan da qeybət, daha çox ondan qeybət yaranır ki, o yayır hamıya ki, bu adam belədir. Getdi də bir-birindən ötürürlər. Bu onu ötürür, o bunu ötürür. Bax, mənim bir qonşum var, adını çəkmirəm. Yəqin bu efirdə məni görəndə öz işini biləcək. Ona bir dənə söz de, tək bircə kəlmə söz.
Onu o qədər don geyindirəcək, aranjirovka eləyəcək, Bəziyəcək, düzəyəcək. bəziyəcək, onu yayacaq. Çünki bu adamın bu tərəfi çox gözəl inkişaf eləyib. Görürsünüz, hər kəsin bir bacarığı var. O dil qabiliyyəti, o qeybət, o sözü sevməyi, söz də var. Atalar deyib ki, söz var, insanı dağa qaldırar. Söz var, insanı dağdan endirər. Axı bu hamısı söz. Dilimizin ən gözəlliyi sözdür, ən çirkinliyi də sözdür. Xanımlar, saatındasınız əziz tamaşaçılar. Deyilməyən sözü demə əğyara, deyil tək əğyara, hətta dostlara. Sirrini bilməsin evdə divarlar, divar dalında da çünki qulaq var. Dahi Nizami Gəncəvi belə deyirdi. Görək qonaqlarımız bu haqda nə düşünür? Ehtiyat eləyirsinizmi söz danışarkən? Qorxursunuzmu sirrinizi bilərlər, aşkar olar sizin sözünüz, söhbətiniz, hətta yaxın dostlarınız arasında belə. Yoxsa ürək dostlarınız var sirrini deyə biləcəyiniz? Vallahi indi mən bir söz deyim. Rayonların birindən indi adını çəkmirəm. Bir imkanlı bir adamdır. Adını demirəm, eldən ayıb. Falan kəsin qızı falan o. El şənliyindən gəlir rayonda. Nəsə toy yola verdi. Nəsə orada bir rayonda qaldı. Sonra yolda gəlin dedi ki, falan bir məclis var. Namık, sən kimi məsləhət görürsən, orada kim sonra dedim, qardaş, bu baxır sənin büdcənə də, kim istəsən onu da çağıra bilərik. Mənim üçün bilən dedi, aparıcı kimi çağıra. Bir məclisdə deyir Nazilə Səfərli İndi bəlkə başqa bir, məsələn, hansısa bir məşhur simalar var da, bəlkə onlardan birini danışaq, aparıcı olsun. Dedim, bu qardaş, mənim üçün hamısı dostumuzdur, hamısında telefonu var. Sənin baxırıq büdcənə, kim istəsən onu çağıra bilərik. Bu belə. Sonra başqa bir müğənni var. Bu xanımı sonra deyir ki, bu xanım danış, bu gəlsin oxusun. Sonra deyir ki, yox, başqa bir xanım var. Sonra bir məclisdə belə gördüm, Nazilə məndən rastlaşdı. Belə, məni burmusan işdən. Dedim, ay qız, nə burmaq, dəli sən nə burmaq, nə? Bir də görüm nədir bir dərin. Sonra başqa bir müğənni qızlar var. Bunlar da məndən küsük. Namık, mən səndən gözləməzdim. Nəyi bala, nə olub? Nəyi gözləməzdim? Bir də görüm dərdiniz nədir? Bir açıq deyir də. Mən xoşum gəlmir də. Yalanan mıs deyənə qədər deyir. Mustafa deyir də. Deyir ki, bəs falan, dedim, valla o özü yalandan danışır. Mən dedi, falan kəs, yanında yığdım o adamı, dedim, sən mən dedim, falan kəsi danış, falan kəs belə ki, evində özünü sən indi ya Nazilə ilə və yaxud da dost etməysən. Bax, belə bir şeylər də var, inandırım sizi. Bax, belə bir... Yəni, ara vuranlar var. Olur. Bir də görürsünüz ki, səs yazmaları göstərirlər, proqram yazırlar, səs yazmalar yazırlar və bunu canlı şəkildə həmin insanın qarşısında səsləndirirlər ki, inanmırsansa, bax. Yəni, mən şahidəm, sübut da var, dəlil də var. Belə şeylə qarşılaşmışsınız. Şantaj edir, elə demək. Şantaj edirlər, bəli. Olub mu sizin həyatınızda bir tanınmış insanlar olaraq? Elə söz var ki... Şərə böhtana rastlaşmışsınız mı şərlə, böhtanla? Ay. Əlbəttə sözsüz. Şərə böhtana yenə deyirəm, mən nifrət eləyirəm, amma çoxlarında görürəm onu. Çünki bu adamın əqidəsi elədir ki, ürəyi o yalanla döyünür. Elə bil ki, bu bir yeməkdir, sudur, havadır, nədir. Mən belə adamlarla da çox rastlaşmışam. İnsanın əqidəsi gözəl olmalıdır ki, mən, misal üçün, öz payıma çalışıram, hər bir kəsdə səni bax görürəm belə, istəyirəm sənin gözəlliyini görüm. Səndə gözəllik tapmaq istəyirəm. Nəinki sən ümumiyyətlə gördüyüm hər bir şeydə adicə bir yarpaqda bir gözəllik axtardım. Daxiliniz gözəldir, ona görə... Gözəl insan gözəl də görür. Hər bir kəsdə gözəllik axtarıram. Onun nöqsanını mən görə bilmirəm. İstəmirəm görüm, görürəm, amma istəmirəm görüm. İstəyirəm onun gözəlliyini görüm. İnsanı gözəllik görmək, gözəl hər şeyi dərk eləmək insanın ömrünü uzadar. Bəh, nə gözəl siz oldusan, nə gözəl də danışırsınız. Amma çox təəssüf ki, elə deyil. Hər kəs elə deyil, kaç insanlar elə olardı. Nə qədər insanlıq var, nə qədər həyat var, yaşayış var, bu qeybət də olacaq, mütləq olacaq. Olacaq, mümkün deyil deyirsiniz, hə? Bunsuz mümkün deyil. Bayaq da dedim, vuruladım mən onu, yəni belələri var, çoxdur. Amma elə söz var ki, ümumiyyətlə bu dövrdə gərək biraz ehtiyatlı olasan. Elə bir söz var ki, onu mən nəinki oğluma, nəinki qızıma, nəinki tanışıma, hətta öz dilimlə, ürəyimlə belə pıçıldayıram. Bəli, inanın, onu öz ürəyimə pıçıldayıram, onunla nəfəs alıram ki, mən bax bu sözü heç kimə demirəm.
deyə bilmərəm. Belə şeylər də var. Qızınızla da bölüşə bilmirsiniz? Qızımla hər şeyi bölüşürəm. Amma yenə deyirəm, elə şey var ki, qıza da demək olmur. Deyir, dostumun bir dostu var da, o məsələ. Mən qızımla, oğlumla hər şeyi bölüşürəm. Amma elə bir şeylər nöqtə var ki, onları olmaz. Yenə də Bəlkə məni əlbəttə ola bilər, o da məni başa düşməyə bilər. Yəni belə şeylər var. Həyatda mən bax çox şeylər görürəm. Baxıram özüm yaşda insanlara, gənclərə, görürəm, deyirəm ilahi. Bu görəsən bax niyə bu sözü yalandan danışır? Niyə bu yalanı danışır? O qədər rastlaşmışam ömrüm boyu. Özə mən çox aldanıram. Çox. Yəni bu sizin saflığınızdan irəli gəlir. Biri var ki, bir kişi qonşunun xoruzunu oğurlayır, qoyur qoltuğunun altına. Xoruzun başından basır ki, qoy səsi çıxmasın. O birisi qonşu çıxır, görür ki, bunun qoltuğunun altından, pencəyin altından xoruzun quyruğu görsənir. Deyir, ay kişi, mənim xoruzumu oğurlamısan. Ant bu, Quran bu, mən oğurlamamışam. Allah Allah. Deyir, valla, sənin yalanına, belə sözünə, andına inanıram. Amma axı xoruzun quyruğu görsənir. Xoruzun quyruğu görsənir. Necə də inandırmağa çalışırlar, görürsünüz mü? Bunun dediyi anda inanır. And içir axı bu. Görürsünüz nələr var. Belə şeylər çox var həyatda. Bilirsiniz, Ulduz xanım düz deyir. Yəni özümə deyirəm deyir. Yəni heç kimə demirəm də. O çox gözəl xüsusiyyətdir ki, Ulduz xanım saxlaya bilirsiniz. Kaş məni örgədərdi ki, necə saxlam. Ancaq mən özümə aid olan şey, məsələn, başqasının sirrini saxlaya bilərəm. Bilirəm ki, demək olum. Deyib ki, and verib. Yəni deyib ki, deməyə bilər. Amma özümə aid, əgər mənə nəyi sual versilər, mən onu düz deyəcəm. Sonra da başım bəla çəkir. Ya da bir dərdimi, ya bir ağrımı çox bölüşənəm, danışıram kiməsə, sonra onlar hamısı mənim başıma vurulur bir aydan sonra. Sonra, məsələn, mən kimdənsə küsmüşəm da, tutaq ki, o adamla dərdləşmişəm, bir rəfiqəmə danışmışam ki, belə olub. Sonra o adamla barışanda, o elə çalışır ki, bəs o vaxt yadındadır, o sənə neynəmiş, bütün keçmişi salır yadıma mənim. Dayı da, yəni o malalamaqdansa, o sakitləşdirməkdənsə, bax belə. Ona görə elə sirri saxlamaq lazımdır. Daha yaxşıdır. Çünki bölüşəndə rahat olur insan. Amma ki o sonra başını ağrıyır. Qalxanda o çox ağır olur onda. Mən o sözümün davamı, mənim bir şeirim var. Deyirəm ki, ürəyimdə tuğyan edən dərdimi aşkara söyləyib deyə bilmirəm. Dizlərim bükülür, ürəyim əsir, düşürəm bu hala, niyə? Bilmirəm. Ulduzam, çiynimdə yük gedərəm mən, adını qəlbimə həkk gedərəm mən, demə bu yolları tək gedərəm mən, niyə ahım qalxır göyə? Bilmirəm. Ulduz Hanım, çox gözəl deyirsiniz, eşq olsun sizə, var olsun. Həqiqətən də saz söz ustadı deyəndə, bax sizin kimi sənətkarlar göz önünə gəlir, var olun hər zaman. Amma Ulduz Hanım deyirsiniz, heç belə olmur ki, ürəyinizdən keçən sözünüzü həqiqətən o qədər dolursunuz ki, bu sözünüzü, fikrinizi demək istəyirsiniz, bu yorğunluqdan qurtulmaq istəyirsiniz. Axı bu qədər sir saxlamaq da ürəyə biraz ziran olmazmı? Yükləmək olmazmı? Deyirsiz, onda kimə deyirəm sözümü? Onda sözümü sazıma deyirəm. Sazım mənim həmdəmimdir, həyatımdır, varlığımdır, nəfəsimdir. Görürsünüzmü? Bəlkə də bu dünyada mənim qədər sənətini sevən ikinci bir adam yoxdur. Bunu Məhərrəm Qasımlı da deyir. Deyir, Ulduz elə bilir ki, sazı ondan başqa sevən yoxdur. Nə gözəl xüsusiyyətdir. Qoy elə bilsin. Sənətinizin vurğunusuz. Bəli. Nə gözəl. Sazdan da dost olarmı Namiq bəy? Olar, çox yaxşı olar. Çünki bilirsiniz necə, Ulduz xanım düz deyir də, birdən əsəbləşirsən, birdən olur ki da, indi mən söz saxlamıram, deyirəm. Mən, yəni, hamı bilir ki, mən tanıyan adam bilir ki, Namiq bir barəcə əsəbləşdirsə, dünya aləm Namiqin vecinə deyil. Bu efirdir, bu real həyatdır. Yəni, mən həmişə sözünüzlə deyirəm. Amma birdən elə hallarda olur ki, vallahi Ulduz xanım düz deyir də, birdən əsəbləşsən, nəyəsə, sazı götürürsən əlinə, orada o həzin da, yəni çox döşəndə yox da, o sarı simlə, orada indi Ulduz xanım arada oxuyur, amma mən oxumuram, mən ifa ilə, sözlə özümü, bax, belə deyək ki, bir təsəlli alıram, elə şeylər olur. Sazın insana dost olar, düz deyir. İnsanın saz dostu ola bilər, bəli. Ulduz xanımla Namiq bəyin dostu, ən yaxın dostu saz imiş. Deməli, sizin də dostunuz, ən yaxın dostunuz musiqilərdir, elə deyilmi? Elədir, doğrudan elədir.
Həqiqətənmi? Mənim indi məni tanıyanlar bilir ki, mənim musiqim lirik musiqidir. Bəli. Əsas lirikadır Çox məndə. sevirik Çox sağ olun, lirik təşəkkür musiqinizi. edirəm. O lirika da məndə ancaq belə qanım qara olanda, nəsə bir kədərlənəndə məndə əmələ gəlir. Mən əgər bir stres keçirtdimsə, ya bir nəsə bir hadisə heç İraq öz evimdə olmasın, lap bir kənarda bir tanıdığım bir yerdə bir şey olsa, mən o dəqiqə onu canlandıram, gəlirəm. Onu otururam rayalın dalında bir çalıram, ya nəsə tez yazıram, qeyd eləyirəm. Onunla mən rahat oluram. Doğrudan da. Ulduz xanım da dedi, Namiq bəy də dedi, doğrudan da stresi də çıxardır. Sənətimizdir də, qurban olma Allaha. Yaxşıdır ki, elə bu sənəti Sənətimiz var, bizə deyil verib mi? ki, bütün həyatımızdır da. O mənim o royalim mənim həyatımdır. Nə gözəl. Bax deyirsiniz, stresten çıxardır da sənətiniz çıxardır, sizi. çıxardır. Bəs olubmu bu qədər dedikoduları eşidirsiniz, əksinə stresə düşürsüz? Siz İşdən bir qədər Vallahi soyuyursunuz. yalandan deyim ki, mənim haqqımda nəsə belə bir dedikodular çıxıb, ya nəsə yazı olmayıb. Elə bir şey olmayıb. Belə ötəri. Yəni ailənizdə, övladlarınızla bağlı. Ailədə çox şey olub. Yəni mənim ürəyimə dəyən şeylər olub. Yəni qohum əqrabalarda da olur. Hə, olub. Elə şeylər olub, elə şey hamıda olur. Yəni boş buraxıram mən. Mən qabaq bilirsiniz necə küsülü qala bilmirdim. Məndən kim küsürsə mən onu dərd eləyirdim. İstəyir yaxın adam olsun, istəyir biraz kənar adam olsun. Küsülü qalmaq istəmirdim də. Ancaq indi başqa cür olmuşam. Yaşa dolduqca küstümsə o adamdan da qutardı da. Ay, vəssalam. Sağ olasırsınız. Yox, artıq Mümkün barışa deyil bilmirəm. Yox, barışmaq, barışa Ulduz bilmirəm. xanım. Mənsə əksinə. Əksinə. İstəyirəm kimdənsə küsüm, inanın küsə bilmirəm. Bu məndə yoxdur nəsə. Aha. Deyirəm ki, bunun varlığı budur da. Bunun Sizi çox insan sizi çox deyilsiniz də, incitməyiblər Ulduz də xanım. şükür. Ona Aha. görə yəni elə şey var ki, bağışlamaq olur, elə şey olur ki, Bağışlamaq olur. Şəndə də bir yer saxla barışmağa ceyran. Aha. Küsməkdən barışmaqdan danışırıq. Bax, Namiq bəy elə olub ki, şər atıblar və insanı bilmişsiniz ki, həmin insan olub da. Bəlkə də dostunuz olub, ha? Şər atıblar. Bağışlayırsınız mı belə o şər qədər atan şər insanları? atıblar ki, Nə istəyirlər sizdən? Nə istəyirlər? Nə olub? Uğra qısqanırlar, elə subayçılığın dedik, dərdidir. Daha bir də məni Evlənmək başımızı vaxtıdır bəlkə. bağlasaydıq, onlar da Evlənmək əllərini lazımdır. üzərdilər. Daha belə deyil. Bax, belə bir şeylər. Çox Sən da də xahiş edirəm bu subaylığın Baş- daşını at bir dəfəlik. başdı. Aha. Subaylıq sultanlıq da deyirlər amma Namiq bəy elə bilir ki, evləndikdən sonra söz söhbət olmayacaq, dedikodu, qeybət olmayacaq. Onda da başqa böhtanlar, şərlər, qeybətlər olur. Vallahi insan yaşayırsa bu söz söhbət də olacaq, bu böyütənlər də olacaq, şər də olacaq, dedikodu da olacaq. Bir də bu ta qədim Həyatın qanunudur həyatın deyirsiniz. qanunları həmişə belə olub. Da istəyirəm heç bu şərin adını da eşitməyim. Bu qeybətin adını da eşitməyim. Ancaq gözəl şeirlər, gözəl məclislər, gözəl insanlar, gözəl aura, gözəl hava eşidim. Biz danışırıq amma sizdən də gözəl abu-hava gəlir mənə və mən sevinirəm sizinlə ünsiyyətdən çox şadam bugün. Və sizin kimi sənətkarlardan elə saz ustadısınız. Gözəl sözlərinizlə bizi sevindirin həmişə. Buyurun, gözəl şeirlə, Yaxşı bir buyurun. şeirdir. Təbii ki, yəni Ulduz xanım ustadımızdır. Həmişə mənə dəstək olan ustad. Ulduz xanımdan hər birimiz bəhrələnmişik. Bir ustad xanım aşıqların içində Ulduz xanım hamımızın nətər ki, kişilərdə aşıq ədalət nəsib oldu. Xanımlardan da Ulduz xanım. Aşıqların tacıdır. Bunlardan yuxarı həmişə Yoxdur. mən efədə deyirəm. Əlbəttə Çünki ki. o sonraki o nəsillər hamısı qadınlar Ulduz xanımla və aşıq ədaləti kişilər də hamımız onlardan bəhrələnmişik. Yəni Ulduz xanım bugün xanımlarımıza, aşıq xanımlarımıza böyük bir nümunədir əlbəttə ki. Deyir ki, Dəmir Abbasın bir gözəl bir şeiri var. Deyir, söz də gərək şirin ola, Bəli. təzə beçə bağlı kimi. Aha. Yuyulanda pozulmaya, al yanağın xalı kimi. İndi birdən bəzi xanımlar yalandan xanımdaşlarına zaten xal qoyurlar. Yuyulanda gedir də, gör nə yazır. Söz də gərək şirin ola, təzə beçə bağlı kimi. Yuyulanda pozulmaya, al yanağın xalı kimi. Etibar olanda yarda, yarın etibar olandan sonra çıx get laf Amerika, London. Etibar olanda yarda, adam qalmaz çətin darda. Saxta söz qalar bazarda, cir meyvənin kalı kimi. Mən gəlirdim baxa-baxa, şirin canım oda yaxa, söz sinəmdən gəlib baxa, ələşkərlə ağlı kimi. İştaha bax. Dəmirçiyəm, könlü şişə, gör bir düşdüm necə işə. Vurulmuşam, bir ölmüşə, sizin molla zalı kimi. Bilməzəli bir şeir idi. Çox sağ olun, çox gözəl şeir idi. Biz reklamlara keçid alacağıq, amma reklamlardan sonra Ulduz xanım sizdən də gözəl bir şeir istəyəcəyik. Mütləq.
Xanımlar saatındasınız əziz tamaşaçılar. Bizim çox gözəl bir-birinə maraqlı qonaqlarımız var və biz bugün qeybətdən danışırıq. Gedək davam edelim. Amma biz qeybət eləmirik. Düzdür, gözəl sözlərdən də danışırıq. Reklamdan öncə Ulduz xanım bizə söz vermişdi. Gözəl şeir deyəcəkdi. Buyurun o zaman. Sən çəkə bilməzsən mənim nazımı. Duruşum xatadır, nazım xatadır. Hər nə deyirəmsə ürəkdən gəlir. Söhbətim xatadır, sözüm xatadır. Ayrılığın badəsini süzmüşəm, vəfasız yolunda ömür üzmüşəm. O qədər ağrıya, dərdə dözmüşəm, ayrılıq xatadır, dözüm xatadır. Ulduzam, dünyaya öz baxışım var, məhəbbət yarası, yüz naxşım var. Hərdən şimşək kimi bir çaxşım var, alovum xatadır, közüm xatadır. Bəs Ulduz xanım, soruşmaq ayıb olmasın. Sizin nazınızı çəkmək çoxmu çətindir belə? Əlbəttə, çox, həddindən artıq çox çətin. Çünki həmişə belə nazlı, zərif, nazlı, qəmzəli xanımsınız. Xəbərdaram hər gedəndən gələndən, ürəyin aynası göz aşığıyam. Min oda düşmüşəm aşıq olandan, mən alov aşığı, köz aşığıyam. Haraylaram obaları elləri, səhər mehdarıyanda telləri, cəm edərəm şirin deyən dilləri, anamın laylası saz aşığıyam. Başda Ələsgəri gərək tanıyam, başda Ələsgəri gərək tanıyam, cəmi ustadları bir-bir sanıyam, ulduzam onların vəfakanıyam, mən də vətənimin qız aşığıyam. Var olun Ulduz xanım. Bax deyir ya, Sədaqət xanım sözünüzü deyin. Yox, deyirəm, əla, çox xoşuma gəldi. Çox gözəl. Bilərsən, düşünürəm ki, bunlar sizin şeirlərinizdir. Və siz bunları niyə vermirsiniz bizə, biz ona bir qəşəng mahnuzat yazaq? Aha. Mən 5-ci kitabım yığılır bu dəqiqə. Sədaqət xanım, sizə söz verirəm. Gözəl 7-lik, 8-lik, 11-lik. Bax, sizin də şeiri dedikçə mən burada sayırdım hecaları ki, görüm necə. Nə gözəl, bax, yaradıcılıq burada. Bu yaxşı da, görürsünüzmü, nə gözəl. Biz də yığışmışıq, dedikodu eləmirik. Yaradıcılıqla məşğuluq burada. Çox sağ olun. O zaman sizin işbirliyinizi görərik xanımlar saatında da, hə? Hər kəs görər, tamaşaçılar görər. Deyirəm, bəlkə Namiq bəy elə bu qadınların, xanımların naz qəmzəsindən qorxub evlənmir, hə? Nə bilmək olar? Nazsız həyat olar, sözsüz həyat olar. Söz nazın sökəyidir, naz da sözün. Amma baxır hansı sözün, necə sözün. Bəs deyirlər, çox naz yar usandırır, hə? Ulduz xanım, deyirlər, çox naz yar usandırar, elə deyirlər. Yox, utandırmaz əksinə. Usandırar. Gözəllik yaradar. Məclisimə gələn gözəl, halın yaman hal görünür. Xatirinə kimdə ifti yanaqların al görünür. Sözlərimdə yoxdur yalan, könlüm şəhri oldu talan. Gözəlləri eşqə salan ağzında xal görünür. Demə Əkbər dərindədir. Allah Əkbər Cəfərov gözəl ustadımız, Allah rəhmət eləsin. Allah ona rəhmət eləsin. Demə Əkbər dərindədir, ağlı huşu sərindədir. Ay zalım qızı, nə olar? Məhəbbəti yerindədir, saç saqqalı çal görünür. Amma məhəbbəti var, nə olur? Yanağında gül rəngi var, elə bildim yazdı da ayna. Dindir ürək gəlsin dilə, deyib danış bilə-bilə. Deyirsən qocalıb zal, saç ağarıb saqqalı çal. Heç demirsən bir busə al, tükənmir ki, üzdür da ayna. İndir ürək gəlsin dilə, sızıldatma bilə-bilə, deyib danış gündə belə, tükənmir. Şirin söhbət sözdür da ayna. Nə gözəl. Çox şirin ləhcədir. Ləhcədir, bu ləhcədir. Bir insanın o birisinə deyiliş forması. Bilirsiniz, bizim axı şivələr var, ləhcələr var. O öz dilindən, öz məqamında bu sözü deyib. Bu düşü başqalarının dilinə. Amma bunun öz gözəlliyi var. Onun da öz şirinliyi var. Onu başqa cür necə demək olar? Elə məhz belə demək lazım idi məncə. Onu aşıq onu, yəni o sazla onu deyə bilər də, orada dayına da deyə bilər, hər şey də deyə bilər. Deyirəm, nə gözəl, söhbətimizin səmti bir qədər dəyişdi, dedikodudan danışırdıq. Amma nə gözəl, yaradıcı söhbətlər elədik bugün burada. Görürsünüzmü, belə də olur. İnsanlar bir istəsə əgər, həqiqətən də Ulduz xanım demişkən gözəllik görmək olar, gözəl söhbətlərə də aparıb çıxartmaq olar. Nə qədər olar bu dedikodu, düzdürmü? Və bizim əziz xanımlarımız, artıq bilirsiniz ki, hər zaman xanımlar saatında çox bacarıqlı xanımlar bizim qonağımız olur. Bu dəfə belə xanımlardan biri Dəniz xanımdır. Amma Dəniz xanım bugün nəsə özünü yaxşı hiss eləmədiyindən gələ bilmədi, aramıza qatıla bilmədi. Amma gözəl əl işini gördüyünüz kimi bizim üçün göndərib.
Görün, Ulduz xanım, Sədaqət xanım necə gözəldir, bax. Mən onun əl işinə baxanda görürəm ki, bu xanım da heç dedikodu eləməyi sevmir. Bu gözəllik ürəyin gözəlliyindən, vəhdətindən yaranan bir gözəllikdir. O insanın ürəyi o qədər gözəldir ki, əlindəki qabiliyyət də o gözəlliyi üzə çıxarır. Çox gözəl. Buradan salamlayıram o hər kimdirsə. Dəniz xanımdır. Bəli, mən onu salamlayıram. Onun əlləri var olsun, ürəyi də həmişə gözəl olsun. Gözəllik görsün sizin kimi. Əliniz qolunuz var olsun Dəniz xanım. Çox sağ olun. Bunu bizə xanımlar saatını hədiyyə olaraq gətirib təşəkkürümüzü bildiririk Dəniz xanım. Əlinə sağlıq. Əllərinizə sağlıq. Hər kəs bəyəndi. Sədaqət xanım da bəyəndi. Namiq bəy də bəyəndi. Düzdürmü? Görürsünüz necə bacarıqlı xanımlarımız var. Siz də əziz xanımlar, əgər xanımlar saatında öz bacarığınızı nümayiş etdirmək istəyirsinizsə, hətta burada canlı olaraq əl qabiliyyətinizi göstərmək istəyirsinizsə, buyurun gəlin xanımlar saatına. Yetər ki siz gəlin, biz sizin yolunuzu səbirsizliklə gözləyirik. Və belə bizim daha bir dostumuz var. Bəli, Xatun Yaşar qızına təşəkkürümüz var. Ne üçün? Bax, bu gözəl konfet buketinə görə, konfet dekoruna görə görürsünüzmü nə gözəldir? Bəlkə insanlar daha çox şirini yesinlər ki, bu dedikodudan uzaq olsunlar, hə? Sədaqət xanım, biz də qonaqlarımıza belə şirinləri qonaq eləmək istəyirik. Buyurun, götürün, çox tatlıdır. Qeybətdən uzaq oluruq. Sizin bu verilişiniz çox şirin olsun. Həm də bu şirniyyatı bizə verən gözəl xanımın ağzı həmişə şirin olsun. Xatun Yaşar qızı, bax sizin üçündür bu sözlər. Çox sağ olun. Təşəkkürlər bu şirniyyatlara görə. Deyirlər ki, qadınların saxlaya biləcəyi yeganə bir sir onların bilmədikləri sirdir. Elə bildim deyəcəksiniz ki, onların yaşıdır. Çünki yaşını çox adam sır saxlayır. Qadınların saxlaya biləcəyi yeganə bir sir varsa onların bilmədikləri sirdir. Bilməyəndən sonra onu nətər don geyindirib deyəcək. Bilmir deməli, bilməsə. Amma bilməsə daha yaxşıdır. Qeybət də olmaz, söhbət də. Artıq söhbət söz olmaz. Olmaz. Yəni buradan belə çıxır ki, qadına söz demək olmazdı. Yəni qadın siz saxlaya bilməyəcək. Vallahi elə qadınlar var ki, mən Allah, mənim xanım dostlarım çoxdur ümumiyyətcə. Maşallah. Bu qadınlar həqiqi mənada. Onlar yeri gələndə məsələn mənim o vaxt heç evim olmayanda, Ulduz xanım, təzə bir çəkiliş edəndə mən bəzi kişi dostlarım olub. Vallahi onlar demişəm ki, bir də bu çəkiliş üçün məndə məsələn bir otaqda o qədər şərait yaxşı deyil. Ay mən falan yerdəyəm, amma xanımlar olub ki, gəl evim sənə qurbandır. Onu xanım deyə bilər, amma kişi demir. Amma kişi, yox. O baxımdan yox. Yəni dostum olursa. Yəni o baxımdan. Kişi xasiyyətli qadınlar deyirsiniz ki, olur. Xasiyyətli xanımlar da var, bəli. Amma mən bir şeylə razılaşmıram. Niyə bölürük biz bu kişi, bu qadın? İnsanlıq kişidə də olmalıdır, qadında da. Şəxsiyyət kimi kişi də olmalıdır, qadın. Niyə bölüşdürürük? Çox vaxtı mən deyirlər, qadın aşığı, qadın aşığı. Hansı kişi aşığı var? Gəlsin, çıxsın mənim meydana görün, mənim ondan nəyim əskikdir. Misal üçün. Doğrudan deyil. Heç kim bacarmaz. Həmişə də qadını yükləyirlər, qadınları günahkar çıxarırlar hər bir məsələdə. Mən ayırmıram. Kişi kişidir, ona hər şey olar, amma qadınlara... Yox, mən onu ayırmıram. Aslanın erkəyi dişisi sayılmır. Bu aslan aslandır, meydanda həmişə. Vəssalam. Aslan ayrı, qadın ayrı deyil, Ulduz xanım. Aslan. Bu el misalıdır ki, aslanın erkəyi dişisi olmaz. Yəni, qadın kişi. Bunu niyə biz ayırırıq? Nə olsun qadındır, kişidir? Sənət aləmində belə şey yoxdur. Sənətkar var. Sənət aləmində qadın kişi bölmək lazım deyil. Sənətkardır vəssalam. Amma Namiq bəy əsl həyatda onu qəbul eləmir deyə sən Ulduz xanım dedi. Aslanın erkəyi kişi bax sənət aləmində ola bilər. Amma müritdə kişidir, qadın qadındır. Həyatda olmazmı? Mən istəyirəm xanımlarımıza bir məsləhət verəsiniz. Xüsusən də gənc xanımlarımıza, təzə ailə quran xanımlarımıza. Necə eləsinlər bu şər böhtandan, dedikodudan necə uzaqlaşsınlar? Ailələrdə də olur axı. Qaynana gəlin arasında, baldız gəlin arasında söz-söhbətlər dırdırlar bitmir ki, bitmir. Əgər özləri o sən deyən qeybətdən, nə bilim, yersiz söhbətdən uzaq olsa, heç vaxtı hər şeydən uzaq olacaq. Ona qarşı da heç nə deyilməyəcək. Yaxşısı odur ki, özü o işlə məşğul olmasın, o sözləri danışmasın, qeybətdən, söhbətdən, şərdən, böhtandan uzaq olsun ki, onun ətrafında da o söz-söhbət olmasın.
olmasın. Bəzən hətta ailənin dağılmasına da səbəb ola bilər. Bax bu dedikodu, şəhər, böhtan deyilmi Sədaqət xanım? Burada anaların biraz rolü olur. Ailələr dağılanda qız anaları, mənim də 2 qızım var, yəni oğlum da var. Allah hamınkini Allah saxlasın. saxlasın. Çox sağ olun. Ancaq qız anaları biraz gərək qızlarını başqa cürə tərbiyə versinlər də. Yəni o qız lap zəng eləyib tutaq ki, mama belə oldu, qaynanan belə dedi, onun ağzından vurmaq lazımdır ki, elə şey ola bilməz. O da bir anadır. O sən necə öz uşağı bax belə əziyyətlə saxlayırsan, o da sənin yoldaşı elə saxlayıb. Yəni qabağını alsa analar, əlbəttə ki, belə dava da olmaz. Bizdə şükür yaxşıdır. Ancaq elə var ki, mən özüm tanıdığım bir ana var idi. Qız zəng elirdi ki, qaynanam gəldi. Anası deyirdi ki, qızın açma qapını. Elə bilsin ki, evdə yoxsan. Deyirdi yeməyi gətirib, deyirdi onun yeməyi də lazımdır. Qurma. Bax belə örgədən analar olanda, əlbəttə ki, qızlar da uşaqdırlar. Uşaq o qızlar evdə nə görürlər? Ananın sözü qanun olur. Mənim qızlarım böyükdür. Gənə mən nə desəm, onlar ona inanacaq. Mənə inanacaqlar da. Mən onları gərək düzgün yola şeyim ki, yəni ailələrində söz-söhbət olmasın. Bilirsiniz, bəzən valideynlərin müdaxiləsi. Qız anaları biraz egoist olurlar. Yəni ki, mənim qızıma bunu demək olmaz. Mənim, hə də yaxşı, pis mənada demirəm. Yəni ki, mənim qızım iş görə bilməz, mənim qızım bunu eləyə bilməz. Yəni belə şeylər. Amma qızı əziyyətə öyrətmək lazımdır ki, yəni yaxşıdır. Mən deyirəm qızlara, deyirəm siz bu işi bacarın. Köməkçiniz var, lap yaxşı. Köməkçi olmayanda da qalmayasınız da məndə. Yəni özünüz bacarasınız. Amma indi elə qızlar var, heç ərə gəlməmişdir, əvvəl qulluqçu, yəni sonra mən gəlim. Dayan, qulluqçu, sonra mən ərə gəlim. Ana da onu şey edir. Yəni biraz kənara çıxdıq, qeybət gəldi, bura, yəni yönəldi söhbət. Bura bir qeybətdir ha? Hə də mən də qız analarının qeybətini eləm. Ancaq yəni ki, biraz uşaqları düzgün yola da, düz tərbiyə eləsələr, onda heç bir problem olmaz. Namiq bəyin də fikrini öyrənək bəylər adından. Yenə də Namiq bəy, bax Sədaqət xanım dedikləri onu yenə qorxuda bilər. Əvvəl nyanka dediniz, düzdür? Qulluqçu, köməkçi, nyanka, sonra evlilik. Bizim vaxtımızda belə şeylər yox idi. Yox idi. Nədən irəli gəlir bunlar? Uşaqlar indi hamısı birinci onu ki, hər kəs rahat yaşasın. Ev yığışdıran olsun. Olsun, yəni imkanı olan adam köməkçisi ola bilər. Amma birinci gündən o şərtləri qoymaq ki, mən bunu eləyə bilməyəcəm. Ana da deyir, mənim qızım eləməyəcək ya. Mənim qızım səhər durub ona səhər yeməyi verməyəcək, o yatmalıdır. O nə dərəcədə düzgündür. Bax bu şərtlərlə razılaşacaqsınız. Ona görə mən evlənmirəm də. Bildik. Səbəb aşkar olundu. Axır ki, sirrini bildik. Buradan belə nəticəyə gəldik ki, əziz tamaşaçılar və əziz qonaqlarımız, əsas insanın daxili gözəlliyidir. İnsanın mənəviyyatı gərək gözəl olsun ki, bax bu dedikodulardan da, şərdən, böhtandan da uzaq olsunlar hər zaman. Sözlü söhbəti çox gözəl verilişimiz alındı bugün. Sizlərə təşəkkür bildirirəm. Yenə də qonaq görmək istərik sizi bizim Xanımlar Saatında və əziz tamaşaçılarımız həftə içi Xanımlar Saatını izləməyi unutmursunuz və qeybətdən uzaq olun mütləq əziz tamaşaçılar. Verilişimiz burada sona çatdı. Həftə içi 5 gün bizi izləməyi unutmursunuz. Sağ olun, görüşənədək.